Azərbaycan Qol Güləşi Federasiyası Iron Max Azərbaycanın təşkilatçılığı ilə may ayının 3-ü və 4-ündə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə həsr olunmuş qol güləşi üzrə ölkə çempionatı yarışı keçirəcək. Çempionatın qalibləri əlavə keçiriləcək seçim turunda iştirak edərək Dünya və Avropa Arm Wrestling Federasiyası tərəfindən keçirilən Dünya Antidoping Komitəsi tərəfindən tanınan Dünya və Avropa çempionatlarına vəsiqə qazanacaq və ölkəmizi bu mötəbər yarışlarda təmsil edəcəklər. Məqsədimiz idmançılarımızı kommersiya xarakterli qeyri-rəsmi yarışlardan çəkindirməkdir. Olimpiya zirvələrinə gedən yol yalnız rəsmi yarışlardan keçir. Ölkə çempionatı uşaqlar 14-15 yaş, yeniyetmələr 16-18 yaş, gənclər 19-23 yaş, kişilər 23 yaşdan yuxarı, qadınlar və əlil idmançılar arasında 45 kiloqramdan başlayan çəki dərəcələrində keçiriləcək. Qaliblərə diplom və medallar təqdim ediləcək, Aeromax idman qida əlavələri hədiyyə olunacaq. Yarış Azərbaycan Qol Güləşi Federasiyasının Qol Güləşi İdman Mərkəzində təşkil olunacaq. Ünvan: Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi 160. Qeydiyyat mayın 3-də səhər saat 9-dan 11-ə qədər keçiriləcək. Qeydiyyat pulsuzdur. Yarışda iştirak etmək üçün heç bir ödəniş tələb olunmur. Əlaqə nömrələri 077 557 32 32, 070 597 32 32. Azərbaycan gəncinin, Azərbaycan insanının potansiyel gücü çok büyüktür. Gücü çok büyüktür. Hem fiziki gücü büyüktür, hem de onun manevi iradesi büyüktür. Ona göre de eğer biz hamımız bu işe kömək etsək, idmanın inkişafına şərait yaratsak ve idmanı kütləvi etsək ve bütün insanlar için beden terbiyesini mütlak onun hayatının bir hissesi kimi etsək, biz halkımızın fiziki sağlamlığını, manevi sağlamlığını temin edeceğiz.